Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Değerli, mühterem kardeşler, aziz cemaat, kıymetli aksakallar, alemlerin Rabbi olan Allah'a sonsuz hamd senalar olsun. Onun sonuncu peygamberi Muhammed sallallahu aleyhi ve selleme, onun ailesine, sahabelerine, ehli beytine ve kıyamet gününe dek onlara güzel şekilde tabi olanlara Allah'ın salavatı, salamı, hayır duası, bereketi olsun. Hem de olsun uca Allah'a, Allah Teala bizleri faziletli meclis olan ilim meclisinde, hürmetli süfre olan iftar süfresinde, azametli mübarek ay olan Ramazan ayında cem edip bir yere topladı. Hakikaten de Allah Teala istediğini yaradandı. Yarattıkları arasında da istediğine fazilet üstünlük verendi. Allah Teala buyurur: "Fealun lima yurid." Allah Teala istediğini edir. Allah Teala buyurur: "Ve rabbuke yahluqu ma yeşâ'u ve yahtar." Senin Rabbin istediğini yaradır, istediğini de üstün faziletli edir. Allah Subhanahu ve Teala insanları yaratmış, onlara suret, biçim vermiş, en güzel terzde, en güzel qaydada yaratmış, en üstün, en faziletli insanlar, peygamberleri seçmiştir. Allah Subhanahu ve Teala ayları yaratmış, onların arasında en üstün, en faziletli Ramazan ayını etmiştir. Allah Teala gündüzleri yaratmış, onlara fazilet, üstünlük verip en üstün, en azametli Zilhicce ayının ilk 10 günlerin etmiştir. Allah Teala geceleri yaratmış, onlara üstünlükler, faziletler vermiş, en azametli, en hayırlı geceler Ramazan ayının son 10 gecelerini etmiştir. Allah Teala həftəni yaratmış, onlara gün vermiş, en azametli, en faziletli gün cümə günün təyin etmiştir. Allah Subhanahu ve Teala meclisleri yaratmış, onlara ədəb, qaydalar koymuş, en azametli, en üstün elm meclislerin seçmiştir. Allah Teala süfreleri yaratmış, oraya ruzu, nimetler bəxş en azametli, en faziletli iftar süfrelerin Allah Teala seçmiştir. Her bir şeyin yaratıcısı, alemlerin Rabbi olan uca Allah'tır. O yarattıkları arasında da fazileti, üstünlüğü veren yine onun özüdür. İftar meclisleri, Ramazan ayında olan iftar süfreleri. En birinci mühterem kardeşler, her birimizi, özümü ve hamımızı mübarek Ramazan ayına yetişməyimiz münasibəti ilə təbrik edirəm. Allah Teala'dan xeyir, bərəkət, faydalı, gözəl şəkildə bu ayı keçirməyimizi istəyirəm. Həqiqətən də Ramazan ayına çatmaq böyük xoşbəxtçilikdir. Hər birimizin arzusu, duası, təmənnası idi. Allah'ım bizi Ramazan ayına yetiştir. Allah'ım Ramazan ayında bizler yaşayaq, senin için oruç tutaq, namazlar qılaq, ibadetler edək. Hamımız bunu arzulayırdıq. Allahümme belliğne Ramazana. Allah'ım bizi Ramazan ayına yetiştir. Allah Teala bizlere bunu nasip etti. Dualarımızı kabul etti. Özünün fazileti ile, özünün bize hayır, müvəffəqiyyət istemesi ile Ramazan ayına çatdıq. Alimlerden büyük İslam alimi İbnül Cevzi rahimahullah deyir ki, eğer qəbri əhlinə ne isteyirsiniz diye soruşulsaydı, onlar deyərdilər ki, bizler Ramazandan bir gün keçirməyi arzulayırıq.
bir gün Ramazanda olaq, Ramazanda yaşayaq. Allah'ım bizi dünyaya qaytar, bir gün Ramazanda olaq, Ramazanda yaşayaq. Bu göstərir ki, Ramazan ayı nə qədər əzəmətli, fəzilətli bir aydır. 12 ayın sultanıdır, ən əzəmətli, ən üstünüdür. Allah Teala bu aya o qədər fəzilətlər verib ki, ən birinci, uca Allah buyurur, Ramazan ayı Kur'an-ı Kerim'in nazil olduğu aydır. Kur'an-ı Kerim'in nazil olup indiği aydır. Təkcə Kur'an-ı Kerim yox. Tevrat, İncil, Zabur məhz bu ayda nazil olub. Allah Nəbisi Muhammed sallallahu aleyhi ve sellem söyləyir. Ramazan ayı İslam tarixində ən əzəmətli, ən böyük döyüş olan Bədir döyüşünün olduğu aydır. Müsəlmanlar bu ayda hicrətin 2-ci ilində düz 1444 il bundan qabaq Ramazan ayında məhz Allah Teala'nın o Yevmul Furqan dediği, hakla batilin ayrıldığı en əzəmətli döyüşün olduğu bir aydır. Təkcə o döyüş ən əzəmətli döyüş yox, o döyüşdə iştirak eləmiş insanlar ən fəzilətli insanlardır. Cəbrail aleyhisselam gəlir, Muhammed sallallahu aleyhi ve sellem'in yanına sual verir. Bədir döyüşündə iştirak edənlər haqqında sözü nədir? Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, ən əzəmətli, ən fəzilətli insanlar idi o döyüşdə iştirak edənlər. Cəbrail aleyhisselam deyir ki, elə o döyüşdə iştirak edən mələklər də ən əzəmətli, ən fəzilətli mələklər idi. Yəni, təhcə insanlar yox, mələklər o döyüşdə olublar, 3000 mələk ən fəzilətli, ən üstün mələklərdir. O Bədir əhli ki, Allah Teala deyir, nə edirsiniz? Edin, mən sizi bağışladım. Ramazan ayı Məkkənin fəth olunduğu aydır. Məkkə şəhərinin İslama tam qapılarının açıldığı aydır. Bu qədər əzəmətli, fəzilətli aydır. Ramazan ayı onun oruclu keçirməyin fərz olduğu aydır. Allah Teala buyurur ki, فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ فَلْيَسُمْهُ Sizdən kim Ramazan ayına çatsa, Ramazan ayında oruç tutsun. Onun orucu fərzdir. İslamın dayağıdır. Ən birinci şahidlik etmək ki, Allah'tan başqa ibadədə haqqı çatan məbud yoxdur. Və Muhammed sallallahu aleyhi ve sellem Allah'ın qulu və rasulidir. Sonra gündə 5 vaxt namaz qılmaq, sonra malın zəkatını vermək, sonra Ramazan ayında oruç tutmaq, sonra həcc etmək. İslamın 5 əsasından biri məhz bu ayda tutulan oruçdur. Ramazan ayı elə ilk gecəsində, hansı ki biz ona niyyət gecəsi deyirik, niyyət axşamı deyirik, cənnətin qapılarının hamısının açıldığı aydır. Cəhənnəmin qapılarının hamısının bağlandığı aydır. Şeytanların və azmış cinlərin zəncirlərinin bağlandığı aydır. Heç bir ayda bu şey yoxdur. Ramazan ayında var. Ramazan ayının hər gecəsində bir nəfər çağırışçı çağırıb belə deyir. Ey xeyir iş görmək istəyən, budur sənin üçün fürsət Ramazan ayı. Ey şər iş görmək istəyən, özünü saxla Ramazandasan, bu aya hörmət qoy. Allah Teala Ramazan ayının hər gecəsində cəhənnəm odundan xilas eləyib qurtardığı bəndələr vardır. Allah Teala Ramazan ayının hər gündüzündə cəhənnəm odundan xilas eləyib qurtardığı bəndələr vardır. Allah Teala Ramazan ayında hər iftar vaxtı orucumuzu açanda cəhənnəm odundan xilas eləyib qurtardığı bəndələr vardır. Bu qədər əzəmətli bir ay, fəzilətli bir mövsüm. Böyük hədis alimi İmam Zuhri rahimehullah deyir ki, Ramazan ayında deyilən bir zikir başqa aylarda deyilən 1000 zikirdən daha fəzilətlidir. Bu ayda bir zikir söylədin, La ilahe illallah. Başqa ayda deyilən La ilahe illahdan 1000 dəfə daha fəzilətlidir. Bu ayda Subhanallah dedin, yaxud Elhamdülillah dedin, yaxud La havle ve la kuvvete illa billah dedin, yaxud Estağfirullah dedin, yaxud salavat dedin. Başqa ayda deyilən Estağfirullahdan, La havle ve la kuvvete illa billahdan, ya salavatdan, ya Subhanallah, ya Allah-u Ekber'dən daha üstün, daha fəzilətlidir. Çünki bu ay məhz Allah'a zikir eləyib, Allah'a xatırlamaq ayıdır. Ramazan ayı insanın günahlarının yuyulub bağışlandığı aydır. Adına baxın,
Ramazan sözünün mənası insanın günahlarının yandığı, əff olunduğu aydır. Salih əməllər, yaxşı işlər görməklə. Allah Teala günahları yuyur, bağışlayır, əff edir. Allah Nəbisi Muhammed sallallahu aleyhi və səlləm günlərin bir günü minbərə qalxanda 3 dəfə amin, amin, amin deyir. Sahabələrə qəribə gəlir. Heç vaxt belə bir şey görməmişdir. Allah Nəbisi Muhammed sallallahu aleyhi və səlləm ard-arda 3 dəfə amin, amin, amin desin. Soruşurlar, ya Rasulallah, nəyə sən 3 dəfə amin dedin? Allah Nəbisi Muhammed sallallahu aleyhi və səlləm deyir ki, Cəbrail mənim yanıma gəldi və mənə dedi, ey Muhammed, valideynlərindən hər ikisi, yaxud da biri sağ ola, hələ də cəhənnəmdən xilas olmamış övlad rüsvay olsun. Cəhənnəmdə üzü üstə sürülsün. De amin, mən də dedim amin. Sənin adın çəkiləndə, sənə salavat deməyən şəxs cəhənnəmdə üzü üstə sürülsün, rüsvay olsun. De amin, mən də dedim amin. Ramazan ayına daxil olub, bu ayda günahları bağışlanmamış halda çıxan şəxs cəhənnəmdə üzü üstə sürülsün, rüsvay olsun. De amin, mən də dedim amin. Mələklərdən olan elçi dua eləyir, insanlardan olan elçi amin deyir. Ən fəzilətli mələk Cəbrail əleyhissalam dua eləyir, ən fəzilətli insan, ən xeyirli insan, ən üstün peyğəmbər amin deyir. Sizcə bu dua qəbul olmaya bilər? Mütləq bu dua qəbuldur. Ona görə Ramazana çatmaq xoşbəxtçilikdir. Ramazanda oruç tutmaq, ibadət eləmək ondan böyük xoşbəxtçilikdir. Amma ən əsas xoşbəxtçilik bu aydan günahları bağışlanmış halda çıxmaqdır. Əff olunmuş halda bu aydan vidalaşmaq. Bu ay, əziz cəhamat, sayılı günlərdən ibarət olan bir aydır. Allah Teala vəsf edir, əyyəmən mə'dudət, sayılı günlərdən ibarət olan ay. Artıq bugün 4-cü günü yekunlaşdı. 4-cü iftarımızı etdik. Və bu günlər hər birimiz dərk eləməliyik ki, bəlkə bizim sonuncu Ramazan günlərimizdir. Bundan sonraki Ramazana yetişməyəcəyik. Yaxşı dəyərləndirmək, salih əməllər ilə yaxşı istifadə etmək, əziz cəhamat. Ramazan ayının çox xüsusiyyətləri var. Az əvvəl qeyd olunduğu kimi oruç tutmaq, Quran oxumaq, zikr eləmək, bu ayın xüsusiyyətlərindən biri də duaları çoxlu etmək. Duaların ən çox qəbul olduğu aydır Ramazan ayı, əziz cəhamat. Allah Teala duaları həmişə qəbul edir. Həmişə əl açılıb Allahdan istənilsə, Allah Teala duaları qəbul edir. Lakin xüsusi vaxtlar qoyub, yaxud xüsusi hallar qoyub, yaxud xüsusi yerlər qoyub ki, orada edilən dualar daha tez qəbul olur. Bunun da xeyri faydası bizədir. Faydası, mənfəəti bizədir. Ramazan ayı da duaların qəbul olduğu aydır. Baxaq Quran-ı Kərimə. Allah Teala oruc ayələrin bizlərə Quran-ı Kərimdə zikr edir. Birinci buyurur ki, ey iman gətirənlər, oruc sizdən əvvəlkilərə fərz olduğu kimi sizə də fərz oldu. Bəlkə Allahdan qorxasınız. Növbəti ayə Ramazan Qur'anın nazil olduğu aydır. Növbəti ayə Ramazan sayılı günlərdən ibarətdir. Və Ramazanla əlaqəli xəstə insan, səfərdə olan insan tuta bilməsə, tutmadığı günün əvəzində Ramazandan sonra tutur. Heç gücü çatmayan adam isə fidyə olaraq kəffarə verir, bir nəfəri yedizir. Sonra bu 3 oruc ayəsindən sonra belə bir ayə gəlir. وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ فَلْيَسْتَجِيبُوا لِي وَلْيُؤْمِنُوا بِي لَعَلَّهُمْ يَرْشُدُونَ. Qullarım səndən mənim haqqımda soruşsa, mən onlara yaxınam. Mənə dua edənin duasını dua etdiyi vaxt qəbul edərəm. Qoy onlar mənə dua etsinlər, mənim çağırışıma cavab versinlər, bununla doğru yolu tapsınlar. Bu 3 oruc ayəsindən sonra gəlir dua ayəsi və növbəti ayə də yenə orucla əlaqəli olan ayədir. Yenə orucla olan ayədir. Yəni Ramazanın gecələrində siz
ailələrlə yaxınlıq edə bilərsiniz və s. Yəni bu 5 aya ardıcıl demək 3 aya oruc gəlir, sonra dua gəlir arada, sonra yenə oruc ayəsi gəlir. Burada bir sir var ki, Ramazan ayı məhz çoxlu dua etmək ayıdır. Allah Resulü Muhammed s.ə.v buyurur ki, 3 nəfərin duası qəbul olunur, Allah yanında geri çevrilmir. Səfərdə olanın duası, zülmə məruz qalanın duası, bir də oruclunun duası. Oruclu halda sən nə vaxt dua eləsən, Allah subhanahu teala sənin duanı qəbul edir. Oruclunun duası, yəni sahurdan, sübh azanından düz axşam azanına qədər. O 14-15 saatlıq vaxtda haçan dua eləsən, Allah Teala duanı qəbul edəcək. O qədər böyük vaxt ərzində. İstər səhər vaxtı, istər duha, istər günorta, istər asır, istər işdə olanda haçan dua eləsən, Allah Teala duanı qəbul. Ona görə əziz qardaşlar, Ramazanda digər əməllərə diqqət etdiyimiz kimi Quran oxumaqdır, zikirlərdir, iftar verməkdir, ümrə ziyarətləri və s. duaya da fikir vermək lazımdır. Çünki duaların ən çox qəbul olduğu aydır. Baxın, elə bu aya məxsus dua var. Allah Resulü Muhammed s.ə.v öyrədim. Allahümmə innəkə afuvun tuhibbul afuvə fə'fu anni. Allahım, həqiqətən də sən əff edib bağışlayansan, əff edib bağışlamağı sevirsən, məni əff et, məni bağışla. Bu daima bu dua dilimizdə olmaq, xüsusən də Ramazanın son 10 günündə 10 gecəsində. Baxın, əziz qardaşlarım, iftar məclisləri az əvvəl xatırladığı ən əzəmətli, ən xeyirli məclislərdir, ən hörmətli süfrədir. Buna belə Allah Resulü s.ə.v bizə dua öyrədib. Ən birinci gəlməlisən, dəvət olunmusansa, çağırılmısansa, müsəlmanın müsəlman üzərində olan haqqıdır, gəlməlisən. Yəni, səni dəvət edənin üzərində haqqıdır ki, gəlib iştirak eləmək. Sonra bizə dua öyrədib. Oruç tutana, orucaşlı verən şəxsə bu duanı etmək. Əftara indəkumus saimun və əkələ ta'amukumul əbrar və sallət aleykumul mələikə. Oruç tutanlar sizin süfrənizdə iftar etsin, yeməyinizi yaxşı adamlar yesin, mələklər sizin üçün Allahdan bağışlanma istəsinlər. Bizlər də bu duaları etməliyik. Bu da onu göstərir ki, bu ay dua ayıdır. Orucumuzu açanda Bismillah deyirik, xurmadan yedik, sudan içdik, bu duanı edirik. Zəhəbə zəməu və bitəllətil uruq və səbətəl əcri inşaallah. Susuzluq getdi, damarlar islandı, Allahın izni ilə savab mükafat hasıl olub yazıldı. Duadır, hamısı duadır. Ona görə əziz qardaşlar, bu ayda həm özümə, həm də hamımıza xatırlatmaq istədiyim Allaha dua edib Allahdan çoxlu istəmək. Bu ay zikir etmək, Allaha xatırlamaq ayıdır. Günlərin bir günü səhabələr soruşurlar, ya Rasulallah, hansı oruç tutanlar daha çox savab qazanır? Oruç tutmaq hamı tutur. Hamı yeməyi, içməyi, nəfsani istək və arzuları tərk eləməkdə eynidir. Amma bu oruç tutanlar arasında elə insanlar var ki, onlar lap çox savab qazanır. Allah Nəbisi Muhammed s.ə.v buyurur ki, oruclu ikən Allahı daha çox zikr edən oruç tutanlar. Yəni sən oruclu halında dilin zikirdədir. Onlar daha çox savab qazanır. Ya Resulallah, hansı məscid əhli daha çox savab qazanır? Allah Nəbisi Muhammed s.ə.v buyurur ki, məsciddə oturub zikirlə, dua ilə məşğul olurlar. Ya Resulallah, hansı namaz əhli daha çox savab qazanır? Allah Resulü Muhammed s.ə.v buyurur ki, namazında çoxlu dua, zikir eləyər. Sayırlar əməllər, hansı cənazə əhli, hansı Allah yolunda olan daha çox savab qazanır. Hamısında Peyğəmbər s.ə.v zikri qeyd edir. Bu zaman Əbu Bakr As-Siddiq radiyallahu anhu deyir ki, ey Allahın elçisi, onda zikr eləyənlər bütün savabları yığıb getdilər ki, Peyğəmbər s.ə.v deyir ki, əlbəttə ey Əbu Bakr, zikr eləyənlər bütün savabları götürüb getdilər. Bütün ibadətlərdə, əziz cəmaət, ən çox üstün olan, ən çox savab qazanan orada zikirlə, dua ilə məşğul olanlardır. Ona görə bu ayımızı da zikirlə, dua ilə keçirdək. Allah subhanahu teala'ya həmd olsun, bizi bu aya yetişdirib çatdırdı. Allah subhanahu teala müvəffəq eləsin, bu ayı ibadətlə, itayətlə yaşayaq, bu ayımızı keçirdək. Allah subhanahu teala bizi bu aydan günahlarımız bağışlandığı, xatalarımızın, qüsurlarımızın silindiyi, bizləri əff eləyib, bizlərə rəhm etdiyi halda bu aydan çıxarsın və bu ayı
günahlarımız bağışlanmış halda vidalaşaq. Allah Teala hamınızdan razı olsun. Tekrar təşəkkür edirik bütün səbəbkar olan qardaşlara, bütün əziyyəti, zəhməti olan qardaşlara haqların halal eləsinlər. Allah Teala bizi yenə belə gözəl, xeyirli süfrələrdə görüşdürsün. Allah Subhanahu Teala bizi gözəl, xeyirli Ramazanlarda görüşdürüb bir yerə cəm etsin. Tekrar təşəkkür edirəm. Allah Teala hamınızı xeyirlərlə mükafatlandırsın. Subhaneke Allahumma bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və ətubu ileyk.